Bizim qarşımızda iki telefon var. Biri Azercell şəbəkəsində, biri Baxsel şəbəkəsində. Onu yoxlamaq üçün biz daxil oluruq SIM-IP.com saytına və görürük ki, biri ISP Azercell, biri ISP Baxseldir. Sonra WhatsApp vasitəsilə zəng edirik və görürük ki, zəngə cavab verməyinə baxmayaraq əlaqə saxlamaq qeyri-mümkündür. Ondan sonra VPN aktiv edirik Hotspot Share proqramı ilə. Görürük ki, VPN-lər qoşuldu, əlaqə yarandı. Ondan sonra yenə biz IP-ni yoxlayırıq və görürük ki, biz artıq Azercell şəbəkəsində deyilik. IP dəyişdi Kanadaya və burada yoxlayırıq. Görürük ki, IP dəyişdi United States. Ondan sonra yenə çalışırıq əlaqə saxlayaq və görürük ki, saniyələr aktiv oldu gedir və bağlantı qurulur. Bundan başqa, əgər VPN söndürüb biz Azercell və Baxsel şəbəkəsindən çıxsaq və Wi-Fi aktiv eləsək, Wi-Fi-də da bu port məhdudiyyəti olmadığına görə bağlantı problemsiz baş tutacaq. Cavab verərkən görürük ki, yenə saniyələr getdi və bağlantıda heç bir problem yoxdur. Yəni, yalnız Azercell şəbəkəsində olarkən Azercelldən Azercellə problem yaranır, ya da Narmobile'dan hansısa digər operator zəng vuranda. Yalnız Baxsel Baxselə zəng vuranda bu problem hələ ki yaşanmır.